Ümumilikdə onu deyim başlıca olaraq ki, bir şeyin istifadəsi, hansısa bir prosedurun, vasitənin istifadəsi ümumiyyətlə qadağan olunubsa, bunun haqqında normalda heç kim müsbət fikir ola bilməz. Çünki hər hansı bir zərəri var ki, ona bir qadağa qoyulub. Gələk idmanda istifadəsinə qadağa qoyulmuş dərman vasitələrinə, preparatlara. Hal-hazırki dövrümüzdə həddindən artıq çox geniş vüsət alıb. Əfsuslar olsun ki, idmanın peşəkar yox, qeyri-peşəkar tərəfində, yəni həvəskar şəkildə idmanla məşğul olan insanlar arasında çox geniş vüsət alıb bu kimi preparatların istifadəsi. Niyə bu qədər qadağan olunmuş dərman vasitələrinin, preparatların istifadəsi geniş vüsət alıb? Birinci növbədə idmana yeni başlayan insanlar, o şəxslərə yanlış bir istiqamət verilir. Onların bir hədəfləri olur, əla bir, ideal bir vücud əldə etmək və onlara belə deyək, bir növ aldadırmış kimi ki, bu vücudu daha qısa zamanda əldə etmək olar. İlk başda düzdür, heç kimə qadağan olunmuş vasitələri tövsiyə eləmirlər və onları məcbur edirlər ki, öz vücudlarının əldə olan imkanların potensialına bir yerə qədər geçsinlər. Təbii ki, bir yerdən sonra bir dirənmə olacaq, bir inkişafın dayanmağı olacaq. Ondan sonra artıq bu proses işə başlayır ki, bəs sənə filan dərmanlar lazımdır, filan preparatlar lazımdır ki, sənin inkişafın sürətli geçsin, müsbət təsirlər olsun. Ondan sonra artıq, belə deyək, beyində bir sual yaranır ki, doğrudan da mən bunu istifadə eləsəm, bundan bağlı görəsən necə olacaq? Orada artıq o insan məlumatsız olur çox vaxtı, yəni ki, heç vaxt ondan istifadə eləməyib. Təbiidir ki, idmana yeni başlayıb və o insanların ümumiyyətlə idman qidaları haqqında belə deyək də doğru bir fikirləri olmur, tam dolğun bir fikirləri olmur. Qaldı ki, hər hansı bir qadağan olunmuş vasitə haqqında olsun. Və ondan sonra o insanlar onu istifadə etməyə başlayırlar. Təbii ki, onun heç vaxt zərərlərinin o insanlara izah olunmur. Çünki orada bir alqı-satqı məsələsi var, bir qazanc məsələsi var. Yəni, burada heç vaxt onun ziyanını deməzlər ki, bu adam ondan imtina eləməsin. Və müəyyən müddət müsbət nəticələr görürlər, əzələ inkişafı, çəki artımı, ideal görünüş falan, amma işin görünməyən tərəfi odur ki, bu kimi preparatların istifadəsi fərqi yoxdur. Yəni, az miqdarda da olsa, çox miqdarda da olsa, insan sağlamlığına çox ciddi zərər vurur. Yəni, burada hər hansı bir preparatın adını çəkib üstündə durmaq istəmirəm. Gələcək videolarda bundan bağlı geniş açıqlamalar olacaq. Hamısından söhbət gedir, hamısının zərəri var, hamısının yan təsiri var. Az istifadə edirsinizsə az zərəri var, çox istifadə edirsə çox zərəri var. Yəni, sıfır zərər deyə bir şey yoxdur, bunu bilə əmin ola bilərsiniz. Az zərəri ola bilər ki, görmürsünüz, amma çox zərər özün biruzə verir. Son 10 ildə ümumiyyətlə bu idmanla bağlı bütün geniş, yəni iri miqyaslı bir axtarış eləsək, nəzər yetirsək, görəcəyik ki, çox gənc yaşlarda idmançılar arasında ölüm halları baş verir, müəyyən idmandan bir dəfəmlik uzaqlaşdırmalar olur, çox ciddi, uzun bərpa prosesləri tələb edən zədələnmələr olur. Yəni, bu da bu kimi qadağan olunmuş vasitələrin istifadəsinin, geniş istifadəsinin göstəricilərindən biridir. Ona görə də bir şeyi başa düşmək lazımdır ki, istənilən halda sizi hədəflərinizə çatdırmaq üçün ən başlıca lazım olan şey zamandır. Yəni, hər kəsənin öz hədəfinə görə, belə deyək, sərf eləməli olduğu bir zamanı var. Ola bilər sizin yanınızda, sizlə bir yerdə, eyni ortamda, yəni eyni idman zalında məşq edən insanlar o yolu sizdən biraz tez qət edib hədəflərinə çata bilərlər. Burada müəyyən müsbət amillər ola bilər, genetik faktorlar ola bilər, daha yaxşı qidalanma, daha yaxşı bərpalar ola bilər. Amma bir şey düşünün ki, əgər siz hədəfə tez çatmaq istəyirsinizsə, bunun yolu qeyri-sağlam vasitələr, qeyri-sağlam istifadələr deyil. Ona görə də birinci növbədə öz potensialınızı tamamilə dərk eləməlisiniz. Həm fiziki cəhətdən, həm psixoloji, həm hormonal cəhətdən dərk eləməlisiniz ki, nəyə qadirsiniz. Qadir olduğunuz şeylərin çatışmayan tərəflərini inkişaf elətdirin və potensialınızı indiki vəziyyətinizdən bir irəli daşıyın, bir addım qabağa daşıyın, inkişaf elətdirin. Bu da sizi hədəfə çatmağınıza, belə deyək, sürət yaratmış olacaq, zəmin yaratmış olacaq. Başa düşülən tərəf odur ki, hər kəsin bir məqsədi olur. Fərqi yoxdur, idmanla bağlı olsun, hər istənilən bir sahədə ola bilər. İnsan bir özünə hədəf qoyur, hədəfi arzulayır. Həmən hədəf o arzularının belə deyək, son nöqtəsi olur da, gedib ora çatmaq istəyir, onu əldə eləmək istəyir.
Amma bir şey yadınızda saxlayın ki, bir insanın təsəvvür edin ki, 10 dənə müsbət nəyisə bir qazanc əldə etmək imkanı var. 11-ci gələndə 11-ciyə yeri yoxdur. O 10-dan birini çıxardıb 11-cini onun yerinə qoymalısınız. Yəni siz hər hansı bir hədəfiniz üçün qadağan olunmuş nələrsə istifadə edirsinizsə, sağlamlığa, psixologiyanıza zərər vuracaq nələrdənsə, belə deyək, gözə alırsınızsa, əmin olun ki, görünürdə, gözlə görünürdə o hədəfiniz, o xəyalınız sizdən nəsə almasa da belə, sağlamlığınızdan mütləq nələrsə qopardıb aparacaq. Ona görə də mütləq bu məsələlərə diqqətli olmaq lazımdır. Ümumilikdə bu mövzuya belə deyək, birinci mərhələdə üzdən-varı yanaşdım. Növbəti çəkilişlərdə biraz daha dərinə düşüb, daha incə detallı informasiyalar verəcəm.